10 aydan sonra rejimin xüsusiyyətləri. 9-10-cu aylarda uşaq 2 dəfə yatmağa keçir. Bu yaş dövrü ilə uşaqda artıq sirkadian ritm tam formalaşır. Əgər 10 ayına qədər uşaq günün elastik ritminə yaxşı uyğunlaşırdısa, bu yaşda artıq saatla rejimə meyl etdiyini görə bilərsiniz. Bu səbəbdən düzgün qərar olar ki, səhər oyanma vaxtını və gündüz yuxularının müddətini sabitləşdirəsiniz. Belə olduqda gecə yuxusu da təxminən eyni vaxtda başlayacaq. Əgər yalnız yatmağa getmə vaxtını sabitləşdirib, amma oyanma və gündüz yuxularının müddətini sabitləşdirməsəniz, bu düzgün olmaz. Bu halda gün ərzində oyaqlıq müddəti hər gün fərqli olacaq və bununla bağlı yuxu problemləri yaranacaq. Uşaq getdikcə müstəqil yatmağa daha çox hazır olur. Bu yaşda mən tövsiyə edərdim ki, yuva qurma texnikasını tətbiq etməyə başlayasınız. Qısa müddətə uşağı beşiyə qoyun ki, o özünə rahat yer tapsın, yatmaq üçün poza axtarsın, necə rahatladığını, sizin köməyiniz olmadan necə dincəldiyini öyrənsin. Əgər uşaq mızıldanmağa başlayırsa, dərhal onu qucağınıza alın. Əgər yoxdursa, kömək etməyə davam edin. Onun belini və ya budunu yüngülcə döyün, oxşayın, layla oxuyun. Və bir gözəl gün sizin balanız öz-özünə yatacaq. 10 aylığından 1 yaşa qədər gecə oyanmaları mütləq azalmalıdır. Bəzi uşaqlar artıq heç oyanmadan və ya yalnız səhərə yaxın bir dəfə oyanmaqla yata bilirlər. 10 aylığından sonra bəzi uşaqlarda ikinci yuxudan imtina əlamətləri görünə bilər. Bunlar yanlış əlamətlərdir. Bir yuxuya keçmək hələ tezdir. Bəlkə də sadəcə yuxu və oyaqlıq normalarının, eləcə də birinci yuxunun müddətini yenidən nəzərdən keçirmək lazımdır. Bir yuxuya keçid adətən 1 yaş 3 aydan sonra baş verir.